Herkese selamlar dostlar, kanalıma ve videoma hoş geldiniz. Ben yeni bir videoyla karşınızdayım. Dostlar, bugün Paşa Bankın səhmlərini investisiya etməli ya yox, bu haqda danışacağım. Video keçməzdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Dostlar, 400 abunəyə çox az qaldıq. Sizdən xahişim budur ki, abunə olasınız. Telegram kanalımın linkini şərhlərdə paylaşacağım. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar, alış-satış siqnalları, şəxsi analizlərimi, həmçinin xəbərlər paylaşıram. Müzakirə qrupunda da bunları müzakirə edirik. Linki şərhlərdə hər birinizi gözləyirəm. Gəlin videoya keçək çox uzatmadan. Video o qədər də uzun olmayacaq. Sizə əsas məqamları göstərəcəm. Deməli dostlar, Paşa Bank öz səhmlərini bazara buraxır Bakı Fond birjasına. Sayı 932.926 ədəddir və səhm başına 55 manat pul qiymət qoyub. Bundan yazılışı da 13 aprel 12 may tarixində. Deməli dostlar, Paşa Bankın deməli ABB platformasında bir sıra vədləri var. Yəni investisiya və səndirmə üçün bir reklam banneri kimi bir şey deyək, yəni buna. Burada bir sıra vədlər var, bunun üzərində müzakirə edəcəyik. Bunun üzərində sizə aydınlaşdıracağam ki, həqiqətən də bu vədlər düzdür, ya çox şişirdilib və yaxud yalandır. Yəni bu üçündən birini seçəcəyik axırda. Burada görürük ki, S&P beynəlxalq reytinqi olaraq BB alıb, yəni hardasa yaxşıdır. Burada da var gördüyünüz kimi bu vədlər. Mən əsasən ABB-dəki olan vədləri oxuyacağam, çünki onlar həqiqətən də çox maraqlıdır. İPO ilk olaraq budur ki, yəni şirkət öz səhmlərini bazara buraxır. Belə, burada maliyyə göstəriciləri var dostlar. Şirkətin ilk bizə vəd elədiyi şey də budur ki, daha doğrusu bankın dayanıqlı gəlirliliyi vəd edir. Burada maliyyə göstəricilərinə baxanda dayanıqlı gəlirliliyi o demək ki, dostlar, xalis mənfəəti ilbəil artsın. Burada görürük ki, 2023, 24 və 25-ci illərin birinci yarımilliyi görürük. Hətta burada bir saytda da baxdım. Bu 25-ci ildə göstərir. Bu hər ikisinə baxacağıq. Burada görürük ki, 2023-cü ildə 225 milyon manat xalis mənfəət qazansa, bu milyon olaraqdır. 2024-cü ildə bu 218 milyona düşüb və 2025-ci ildə isə burada da görürsünüz, bu 5-6 milyon fərq var burada arada. 148 milyona düşüb. Yəni ki, Paşa Bank 24-dən 25-ə gəlirlərini daha çox azaldı, xalis mənfəətini. Yəni bu nə dərəcədə dayanıqlı gəlirlilikdir, bu böyük şübhə altındadır. Düzdür, Azərbaycanda böyük bankdır, özəl bankdır, aktivləri genişdir, Türkiyədə, Gürcüstanda filialları var, lakin həqiqətdən danışsaq, xalis gəlirliliyi ilbəil hələ ki 3 ildir azalmağa doğru gedir. İndi İPO-dan sonra nə olacaq onu bilmirik, onu da nəzər yetirərik. Yəni belə 3 il dalbadal azalma var və 25-ci ildə azalmanın sürəti artıb. Halbuki görürük ki, ABB-də daha çox yüksək qazanc gəlib, həmçinin Kapital Bankda. Bu bir. İkinci olaraq etibarlı yatırım. Etibarlı yatırım deyərkən əsasən bu Bakı Fond birjasında alış-satışı nəzərdə tuturlar. Yəni deyirlər ki, Azərbaycanda güclü bazar mövqeyinə malik maliyyə institutunda pay sahibi olmaq fürsəti yaradır Paşa Bank. Düzdür. Özəl bank olaraq böyük bankdır, filialları genişdir. Azərbaycanda 3 bankdan biridir. Burada da gördüyümüz kimi 3-cüdür. Ona görə böyük imkanlar etibarlı yatırım hardasa təmin edir. Çünki 8 və 12% arası dividend, mən hesabladım, 8-12% arası dividend təklif edir bank. Yəni, belə baxanda biz dividendə sevinə bilərik, amma şirkətlər dividendi nə qədər yüksək verirlərsə, o qədər inkişaf sürətləri aşağı olur. Düzdür, banklar dividend verməyə məcbur olurlar hardasa, çünki maksimum nə qədər inkişaf edə bilərlər. Yəni, başqa yerlərdə uzaq filial aça bilərlər və yaxud öz tətbiqlərini yarada bilərlər. Lakin əgər daha böyük bazarlara, məsələn, kriptovalyutaya və yaxud geniş maliyyə bazarlarına, maliyyə institutlarına giriş etmirlərsə, maliyyə alətlərini tanıtmırlarsa öz səhifələrində, daha doğrusu tətbiqlərində və yaxud saytlarında çox genişləyə bilmirlər. Ona görə də hardasa dividend verirlər. Məsələn, ABŞ bank şirkətləri, banklar daha doğrusu daha aşağı dividend verirlər. Daha çox inkişaf etmək üçün. Yəni belə 8-12% arası dividend verir, bu ABB-yə nisbətən aşağıdır. Halbuki ABB-nin səhmləri 31 qəpikdən çıxıb. Yəni mən ABB-ni burada tərifləmirəm, lakin müqayisə edirəm səhm qiymətinə əsasən. Burada isə 55 manatdan çıxıb, buna da gələcəyik. Ticarət imkanı vədi var. Ticarət imkanı dostlar o deməkdir ki, yəni demək istəyir ki, əldə edəcəyin səhmdən Azərbaycan kapital bazarlarında sərbəst ticarət edə bilərsiniz. Bəli, bu düzdür. Sərbəst ticarət edə bilərsiniz. Amma bunun amması da var ki, Bakı Fond birjasında likvidlik səviyyəsi aşağıdır. Yəni, siz hər an hər səhmi sata bilməzsiniz. Yəni, demək olar, ümumi olaraq xalqa əl çatanlıqda cəmi 2 bankımız var. Yəni, 2 şirkətimiz var, belə deyək. Yəni, cəmi 2 şirkət xalqa açıq olaraq IPO edib. Yəni, bu 2 şirkət arasında maksimum nə likvidlik yarana bilər və yaxud hansı ticarət sərbəstliyi ola bilər, bu da sual altındadır.
Üçüncü olaraq, daha doğrusu dördüncüdür bu səhv etmirəmsə, komissiyasız bu təbii yaxşı bir şeydir. Düzdür, inkişaf edilən vaxtda edilir bu. Məsələn, bir çox ölkələrdə də inkişaf gedən vaxt əsasən səhmlərin komissiyasız alınmasına imkan yaradırlar ki, insanlar daha deməli ucuz başa gəlsin səhmlər. Lakin burada bir şey də var ki, bu 55 manat söhbətinə qayıdaq. Yəni bir səhmin dəyəri 55 manatdan çıxacaq və 55 manatdan çıxandan sonra bank elə bir alış səviyyəsini tutmalıdır ki, bu səhm bu 55 manatlıq səviyyəni qoruya bilsin. Yəni əgər təkliflər tələbdən çox olarsa, əgər insanlar bu fikirdən daşınıb səhmi satarlarsa, 55 manatda qalması böyük ehtimal deyil. Lakin elə də ola bilər ki, yüksək reklam ola bilər, yüksək təşviqat ola bilər, yüksək inam ola bilər, daha yuxarı qalxar. Lakin sizə bir şey deyim, ABB-nin IPO-su daha təşviqatlı idi, daha maraqlı idi insanlar üçün. Nəinki Paşa Bankın. Düzdür, bilmirik nə olacaq, nə olmayacaq, arta da bilər. Lakin yenə də deyirəm ki, 55 manat yüksəkdir. Yəni həqiqətən də bir səhm başına 55 manat yüksəkdir. Bunu 20 manat səviyyəsində etsəydiniz, hardasa bu normal sayılardır. Yəni məsələn burada da baxırıq illik mənfəətlərinə görə 2025-ci ildə, yəni bir bank 3-cü yerdədir, lakin 1-ci yerdən daha yüksək deməli qiymət qoyub. Düzdür, fərq var, səhm buraxılış fərqi var. Yəni məsələn bunu da nəzərinizə çatdırım. ABB cəmi daha doğrusu Paşa Bank səhmlərinin cəmi 5%-ni bazara buraxır. Yəni 95%-ni öz əllərində və yaxud öz səhm satdıqları insanlarla bölüşürlər. Yəni bu 5% olsa banka heç bir müdaxilə edə bilməyəcək. Çünki maksimum 5%-ni buraxırlarsa, yəni 6 uzağı bir nəfər 2-3% ala bilər. Əgər 5%-dən aşağıdırsa, onun səhmdar olaraq söz demək haqqı olmur. Bu da yaxşı xüsusiyyət deyil əslində. Çünki yəni əgər bazara IPO edirsinizsə, yəni heç olmasa səhmdarın fikirlərinin önəmsənməsi üçün minimum 15% və yaxud 20%-dən səhm buraxılışı etmək yaxşı olardı ki, yəni heç olmasa həqiqətən də şəffaf şəkildə səhmdar öz sözünü deyə bilsin. Fərqi yoxdur hansı səhmdar, milyonerdir, əmlakçıları var, kimdir, nəçidir, heç bir fərqi yoxdur. Nəticə etibarilə bu bazarın şəffaflığıdır. Yəni söz sahibi olmaq. Belə dostlar, burada dividend əmsalı, dividend ödəniş əmsalı yüksəkdir. Bundan tam olaraq razıyıq. Təbii olaraq banklar yenə də deyirəm daha çox dividend verirlər, çünki daha aşağı inkişaf edə bilirlər texnoloji şirkətlərinə nisbətən. Belə, yəni aktivləri də artıb. Məsələn, daha doğrusu azalıb. Belə baxırıq azalıb, lakin 2025-ci ildə artıb. Bu əsasən IPO-dan sonra daha da arta bilər, çünki səhm satış edib. Aktiv gəlirliliyi düşüb, sabit qalıb biraz düşüb, kapital rentabelliyi də düşüb və belə. Ümumi nəticə bu dostlar, ümid edirəm aydın oldu video. Video bəyənirsə kanala abunə ola bilərsiniz. Sağ olun, salamat qalın, gələcək videolarda görüşərik.